Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə yenidən riyaziyyat sevərlər rubrikasında görüşürük və sizə maraqlı məsələlər, tənliklər həll edirik. Məsələ 1. Tənliyi həll edin. X-in üstündə x çıxaq 1, onun da üstündə x çıxaq 2 bərabərdir 2 üstü 2 üstü 22. Tənliyi olduğu kimi yenidən yazıram. X-in üstündə x çıxaq 1, onun da üstündə x çıxaq 2 bərabərdir 3'ün üstündə 2, onun üstündə 22. Və sol tərəfə baxsanız görərsiniz ki, dərəcələr bir-bir azalır. X-in üstündə x çıxaq 1, onun üstündə x çıxaq 2 və sol tərəfə uyğun çevirmələr aparaq. Yazıram sol tərəfi eyni ilə. X-in üstü x çıxaq 1, onun da üstündə x çıxaq 2 bərabərdir 3'ün üstündə 2'nin qüvvətində burada 22'ni yerinə yazıram 1 üstəgəl 21. Buradan alırıq ki, belə bir düstur bilirsiniz. A üstü m üstəgəl m bərabərdir A üstü n vuraq A üstü n. Bu düsturu tətbiq edirik. Bura alırıq buradan. X-in üstündə x çıxaq 1 üstü x çıxaq 2 bərabərdir 3'ün üstündə 2. Bu düstura görə bunu yazıram 2 üstü 1 2 eləyib 2 üstü 1 2 eləyib vuraq 2'nin üstü 21 və buradan alırıq. Sol tərəfin eyni ilə saxlayıram. X-in üstündə x çıxaq 1, onun üstündə x çıxaq 2 bərabərdir. 3'ün üstü 2'nin yerinə burada yazıram 9. 9 üstü 2 üstü 21. Və buradan alırıq ki, x-in üstündə x çıxaq 1, onun üstündə x çıxaq 2 bərabərdir. 2'nin üstü 21'i yazıram. 3'ün üstü burada 9'un üstündə 2 üstü 3 vuraq 7. Və buradan alırıq. X-in üstü x çıxaq 1, üstü x çıxaq 2 bərabərdir. 2'nin kubu verdi 8. Burada oldu 9 üstü 8. Burada kaldı 7. Gördüğünüz gibi bir azalır. 9, 8, 7. Buradan çıxır ki x bərabər elə 9 olur. Tənliyin kökü x bərabər 9.